Selamlar ve saygılar değerli izleyiciler ve dinleyiciler. Bugünkü canlı yayınımıza hoş geldiniz. Tabii ki bugün bir para tekniki nedenlerden dolayı demək olar ki hardaysa bir saat gecikmemiz oldu. Maalesef daha elan ettiğimiz kimi bugünkü canlı yayımızın, programımızın qonağı Sayın Arı bəy Qaradağlı olacaqdır, Cəmaət Təşkilatının Yönetim Kurulu üyəsi. Ama maalesef ki yine tekniki nedenlerden dolayı konağımızla bağlantı kuramadık ve bugünkü programımızı bir para müşkillerden dolayı olmadı gedişatında. Hər halda bu günlərdə demək olar ki, Azərbaycan üçün, bütöv Azərbaycan üçün həm güneyindən, həm quzeyindən böyük bir gündür. 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü, birlik günü və birləşməsinə gedən yolda böyük bir rolu və etkisi vardı. Bu günü də əziz millətimizə qutlu olsun və mübarək olsun deyirik və ümidimiz var ki bütöv Azərbaycana gedən yol, düşüncə və fikirlər daha güclü, daha sağlam şəkildə davam etsin və nəhayət millətimizin bütövləşməsinə vara bilək. Bir daha xatırlayıram, bugünkü programımız bir para texniki nədənlərdən dolayı edə bilənmədik sunaq, amma 31 dekabr günü, yəni Dünya Azərbaycanlıların həmrəylik günü, birlik günü programımız olacaq sizinlə. Sayın Arı bəy Qaradağlı o günü bizimlə və sizinlə bərabər canlı yayınımızda olacaqlar. Bir daha təbrik deyirik bu günü əziz millətimizə və ümidimiz var ki, sağ və səlamət olasınız. Azerbaycan, hoş günlerin geçmirmeden hayalından. Azerbaycan, senden uzak düşsem de ben eşliğiyle yaşayıram. Olsun, arazının o tayla bu milletin birliğini görünmez. O tayla bu tayla kucaklaşaq, öpüşək, ağlaşaq, gülüşək, böyle bayram edək. Azerbaycan'ın bütün oyunları boşalmış, bütün şahret simleri dağılır. Başlayın birinci simler. Arzum budur ki, təbriklə görüşək. Sağ taraftaki bakışları. Geri taraftan yalan yoldaşlar. Sağ taraftan İnşallah Təbrizdə son qardalayıb sizinlə günlərdir. İnşallah. En güzel, en yaxşı günlerden biridir. Bugün 31 dekabr artık bizim Dünya Azerbaycanlılarının birliği günüdür. Əvvələn mənim bir oğlum var. Saat uzaqda. Arzum odur ki, tezliklə gedim oradan bir dənə ona nişanlı. Hardan yanı? Təbrizdə. Qısa müddətdə Novruz bayramında Cənubi Azərbaycana, Təbrizə xonça aparaq. İnşallah. İnşallah. Ha da. Bunlar elə bir suda tapılır. Onlar gömbünlər ki, axı biz yazıq buna həsrət qalmışdı. Əlimizi bu suya vuranmırdı. Biraz dur görməydim. Novruz bayramında yandıracaq. İnşallah Allah. Ama dedim da. Çəkir, sən
çəkir, intervyu versən, Xalqımızın uzun illərdən bəri həsrətinə son qoyuldu. Radyoyla, televizyonla tuturuz sizin verişlerinizi. Şam'da saat 9'da. Boris Bey, Əşrəf Dehqanı durur, indi hələlik sağdır. Əşrəf. Burada bir Yunus Dehqanı var orada. Aşraf Dehqanı yoktur. Burada bir Yunus Dehqanı var. Aşrafı yoktur. Əşrəf bilirsən hansı Əşrəfi deyirəm? Aha. Behruzun bacısını. Onlar burada değil. Onlar Oğuz Mehmet'te olacaklar. O yukarı çatladılar. O başka çatlarında, başka çatlarında. Bizden oyaladılar. Yaxşı, sağ ol, sağ ol. Sağ ol. Salam yetti bizden. Salam. Kilosun arazının o tayında bu milletin birliğini görürüm. O taylı bu taylı bucaklaşak, öpşək, ağlaşak, gülüşək, bu eləyək, bayram eləyək. Bak, bir kere oldu. Lütfen Haydi yandı. Şimdi yandı ki. Arzum budur ki, Təbrizdə görüşək. O da bir laf ettirip yani. İnşallah Təbrizdə Tonqal qalibisində qızınacaq. İnşallah keçəcək bu İnşallah. Ən gözəl, ən yaxşı günlərdən biridir. Bəli. Bugün 31 dekabr artıq bizim Ümumdünya Azərbaycanlılarının birliyi günüdür. Əvvələn mənim bir oğlum var. Saat qız axtarım. Arzum odur ki, tezliklə gedim oradan bir dənə ona nişanlı. Hardan yanı? Təbrizdə. Qısa müddətdə Novruz bayramında Cənubi Azərbaycana Təbrizə xonça aparaq. İnşallah. İnşallah. Bu özünün yakasın. Ha da. Onlar bir de suda takılır. Onlar gömbünler ki, biz yazıp buna hasret kalmıştı. Halimizi bu suya vuranmadı. Biraz dur görün böyle. Novruz bayramında yandıracağız. İnşallah Allah korusun. Allah korusun. Ama dedim lan.